Salam əziz uşaqlar. Bugünkü mövzumuz 4-cü sinif Azərbaycan dili dərsindən ismin halları olacaq. Əvvəlcə xatırlayaq ki, isim nədir? İsim varlığın adını bildirib, kim, nə, hara suallarına cavab verən sözlərdir. Sözlər oynayır, şəkilçilər danışır. Yəni isimlər müxtəlif şəkilçilər qəbul edir və beləliklə cümlədəki rollarını dəyişirlər. Gəlin cümlələrdəki altından xətt çəkilmiş Şuşa sözünə əlavə olunmuş şəkilçilərə nəzər salaq. Şuşa gözəl şəhərdir. Hara gözəl şəhərdir? Şuşa. Burada gördüyümüz kimi heç bir şəkilçi əlavə olunmayıbdır. Şuşanın əsrarəngiz təbiəti var. Haranın əsrarəngiz təbiəti var? Şuşanın. Burada ın şəkilçisi qəbul etmişdir Şuşa sözü. Şuşanı dünyanın bir çox yerlərində tanıyırlar. Haranı? Şuşanı. Burada da ın şəkilçisi qəbul edib. Şuşaya ailəmizlə birgə səfər etdik. Haraya? Şuşaya. Burada da A şəkilçisi qəbul edib. Şuşada Xarı Bülbül festivalı keçirilir. Harada? Şuşada. Da şəkilçisi qəbul edib. Və sonuncu cümlə Şuşadan ətirli çiçəklər gətirdik. Haradan? Şuşadan. Burada isə dan şəkilçisi qəbul edib. Gördük ki, uşaqlar, şəkilçilər dəyişir və həmin sözün sualları da dəyişmiş olur. Deməli, ismin halları nə deməkdir? İsim hallandıqda cümlədəki sözlərlə əlaqəyə girir və şəkilçi qəbul edir. Gəlin cədvələ baxaq. İsmin 6 halı var. Adlıq, yəlik, yönlük, təsirlik, yerli və çıxışlıq. Adlıq halının heç bir şəkilçisi yoxdur. Kim, nə, hara suallarına cavab verir. Məsələn, çanta. Yəlik halı ın, in, un, ün şəkilçiləri qəbul edir. Kimin, nəyin, haranın suallarına cavab verir. Məsələn, çantanın. Yönlük halda olan isimlər A, ə şəkilçiləri qəbul edir. Sualı kimə, nəyə, haraya, məsələn, çantaya. Təsirlik halda olan sözlər I, i, u, ü şəkilçiləri qəbul edir. Kimi, nəyi, haranı suallarına cavab verir. Məsələn, çantanı. Yerlik halda olan sözlər da, də şəkilçisi qəbul edir. Kimdə, nədə, harada suallarına cavab verir. Məsələn, çantada. Çıxışlıq halda olan dan, dən şəkilçiləri qəbul edir. Kimdən, nədən, haradan suallarına cavab verir. Məsələn, çantadan, nədən, çantadan. Dərslikdən verilmiş B tapşırığına baxaq. Sualların yerinə müəllim sözünü uyğun şəkildə dəyişib köçürün. Biz burada mötərizə içərisində verilmiş sualların yerinə müəllim sözünü uyğun halda işlətməliyik. Kim sönməyən günəşdir? Kim? Müəllim. Burada müəllim sözü adlıq haldadır. İkinci, cəmiyyətin formalaşmasında kimin zəhməti böyükdür? Kimin? Müəllimin. Üçüncü, kimə hörmət etmək hamının borcudur? Kimə? Müəllimə. Dördüncü cümlə, kimi məclisin başına dəvət edirlər? Kimi? Müəllimi. 5. Kimdə olan səbir heç kimdə olmaz? Kimdə? Müəllimdə. 6-cı cümlə, biz həyatda düzgün yaşamağı kimdən öyrənirik? Kimdən? Müəllimdən. Deməli, kim? Müəllim heç bir şəkilçi qəbul etməyib, adlıq haldadır. Kimin? Müəllimin. Burada ın, in, un, ün. Dedik ki, yəli hal şəkilçisidir. Müəllimə. Kimə? Müəllimə. Yönlük halda olan söz. Kimi? Müəllimi. Təsirlik haldadır. Müəllimdə. Kimdə? Müəllimdə. Yerlik haldadır. Kimdən? Müəllimdən. Burada isə çıxışlıq haldadır. Gördüyünüz kimi sualların şəkilçilərinə uyğun olaraq sözlərində şəkilçiləri eyni olur. Yəni sualın şəkilçisi ilə sözün şəkilçisi eyni cürdür. Növbəti dərslikdən verilmiş çalışma. İsimlərə uyğun şəkilçilər artırıb yazın. Hər bir ismin halını müəyyən edin. Əvvəlcə nəzər yetirək bir məqama. Bəzi sözlər, isimlər saitlə bitən zaman ona saitlə başlayan şəkilçi əlavə etdikdə bu zaman biçici samitlər əlavə olunur həmin sözlərə. Məsələn, meşə sözü saitlə bitən sözdür və ona yəli hal şəkilçisi in əlavə olunduqda n biçici samit əlavə olunur. Meşənin. Meşəyə. Burada da həmçinin meşə sözü saitlə bitən sözdür. Ə yönlük hal şəkilçisidir, sait olduğuna görə. Burada da
yönlük hal şəkilçisini əlavə etdikdə sözə y bitişdirici samitdən istifadə olunub. Həmçinin suyun, suya, suyu sözləri də bu cür. Amma samitlə bitən sözlərdə bu hal baş vermir. Samitlə bitən sözlərə saitlə şəkilçi artırdıqda heç bir dəyişiklik baş vermir və bitişdirici samitlərdən istifadə olunmur. Burada cümlələrə nəzər yetirək. Siz burada nöqtələrin yerinə buraxılmış şəkilçini düzgün formada yazmalısınız. İstəyirsinizsə videonu dayandırıb özünüz şifahi cavablandırın, sonra cavablarınızı yoxlayın. Gəlin baxaq. Malik itilədi nəyi? Baltanı. Burada balta sözü saitlə bitdiyinə görə və təsirlik hal şəkilçisi sait olduğuna görə n bitişdirici samit əlavə edilmişdir. Ləman bağladı nəyi? Pəncərəni. Burada da yenə təsirlik haldır və saitdir. Pəncərə sözü də saitlə bitdiyinə görə n bitişdirici samit əlavə edilmişdir. Eldar kömək etdi. Kimə? Ustaya. Yenə usta sözü saitdən bitib və sait olduğuna görə y bitişdirici samit əlavə olunub. Havası küləklidir. Haranın? Bakının. Bakı sözü saitlə bitib, yəli hal şəkilçisidir. Yenə saitlə başladığına görə n bitişdirici samiti əlavə edilib. Bakının. 5. Kapitan idarə etdi. Nəyi? Gəmini. Təsirlik halda olan sözdür. Nəyi sözü və saitdir. Gəmi sözü də saitlə bitdiyinə görə n bitişdirici samiti burada əlavə edilib. Məşhur adamlar gəlmişdi. Hardan? Sərgidən. Daha doğrusu məşhur adamlar gəlmişdi. Haraya? Sərgiyə burada olacaq. Düzdür, hər iki hal mümkündür. Həm sərgidən, həm sərgiyə. Sərgiyə məşhur adamlar gəlmişdi. Əgər sərgiyə yazsa, o zaman yönlük hal şəkilçisidir və sait olduğuna görə. Sərgi sözü də saitlə bitdiyinə görə y bitişdirici samiti əlavə edilir. Bu cümlələrdə də boşluqların yerinə sözləri, mötərizənin içərisində verilmiş sözləri uyğun şəkilçilər əlavə etməklə yazın və onun hallarını hansı halda olduğunu müəyyən edin. Rəy bölməsinə yazsınız, mən də oxuyub yoxlayacağam. İzlədiyiniz üçün təşəkkür edirəm uşaqlar. Ümid edirəm ki, ismin halları mövzusunu anladınız. Hansısa bir sualınız olarsa rəy bölməsində qeyd etməyinizi xahiş edirəm. Hələlik.